Bu dəmir parçası niyə sürücülərin ən böyük qorxulu yuxusu idi? Niyə hər bir Sovet sürücüsünün baqajında bu nəhəng polad starter var idi? Təsəvvür elə ciyər donduran mənfi 40 dərəcə şaxta maşına minib işə gedəsən. Açarı çevirirsən, sanki maşın səndən küsür, xoddanmır. Maşın deyir ki, qardaşım, mənlik deyil bu hava. Bəs sən bu vaxt nə edirsən? Baqajı açırsan və oradan nə çıxsa yaxşıdır. O əfsanəvi silah, əyri starter və yaxınlaşırsan maşına, onu bamperdəki o sehirli dəliyə salırsan, həmin an özünü elə hiss edirsən ki, güya ya maşını işə salacaqsan, ya da həyatdan növbəti bir dərs alacaqsan. Qolunu çirmələyirsən, deyirsən, gəl görə kim qalib gələcək. Mən yoxsa bu dəmir qutu. Başlayırsan fırlatmağa. 1, 2, 3. Birdən mühərrik işə düşməyə başlayır. Ürəyin sevinir. Oldu, işə düşür deyirsən. Amma gözlə, əsas məsələ bundan sonra başlayır. Əgər o mühərrik birdən kapriz eləsə və əksinə fırlansa, onda o sakitcə gülə-gülə çevirdiyin dəmir bir anda qəddar bir düşməninə çevrilir. Və bax beləcə bir dəmir çubuqlu adamlar şaxtanın ortasında həm maşını işə salırdılar. Bəs sən o dövrdə yaşasaydın, o əyri starteri fırladardın, yoxsa deyərdin, boş ver, bu gün işə getməsəm də olar əş. Bəs növbəti video hansı maşına aid gəlsin? Şərhlərdə yazın. Və sonunda videonu bəyənib o əsrarəngiz barmaqlarınla kanala abunə olmağı unutma. Sabaha qədər.